komanda yoldaşıyıq. Siz, mən top oradadır, ortada. Top orta yarım müdafiədir. Siz dayanırsınız belə. Top harada top istəyirsiniz. Bax. Tərəfət müəllim Sadiq bax. Topsuz da oynamaq lazımdır. Məsələn deyirəm. Rəmzi məsəl üçün müdafiəçidir. Düz deyil? Sən belə pas istəyirsən. Bu da mənim komanda yoldaşımdır. Rəmzi məni tutur. Müdafiəçidir. Sən topsuz da oynamağı bacarmalısan. Sən, məsəl üçün mən, komanda yoldaşı. Bunlar məzun müdafiəçidir. Rəqib komandadılar. Bunlar rəqiblərdir. Biz ikimiz komanda yoldaşıyıq. Mən boş yerə top istəsəm, Rəmzi neyniyəcək? Boş yerə istəyirəm. Siz nə gəlir? Deyirəm, Rəmzi məcbur mənlə gəlir. Gör mənim komanda yoldaşıma nə qədər boş yer zona yaranır. Dayanmışam belə, hətta beləyəm, fərqi yox. Dayanmışam belə, pas istəyirəm. Hop, Rəmzi getdi. Avtomatik gəlir Nihat, bax gəlir Nihat. Gör nə qədər boş zona var, Nihata pas verməyə. Verdin, düzəltdi, vurdu. Siz ancaq gəlirsiniz, belə top istəyirsiniz. Yox, bu momentdir. Sən ağlı olaraq müdafiəsini aparırsan, hop, gör nə qədər boş zona yarandı, bax. Verir, ya pas verəcək, ya düzəldir, qapıya vuracaq. Topsuz da oynamağı bacarmaq lazımdır. Elə top hardadır, gedim orada top istəyim, yox. Topsuz bir dənə, bax, məsəl söyləyirəm də. Dayanmışam, yarım müdafiəçiyəm elə. Bax, yarım müdafiəçiyəm. Müdafiəçindir, düz deyil. Məsəl söyləyir, get qırağa çək. Rəmzi oynayır mənlə, düz deyil, gəl Rəmzi, gəl, müdafiəçidir. Yarım müdafiəçiyəm elə. Bir dənə istədim qabağa, gör nə qədər boyu zona boşaldıram burada. Və yaxud qayıt təzədən istəyə bilərəm. Ortaya girirəm, Rəmzi gəlir mənlə, gör nə qədər boş zona yaranır, mənim müdafiəçim üçün. Ha, Uğur, yarım müdafiədə oynayanlar, gör nə qədər boş zona yaranır. Bu məcbur mənlə gəlir, çünki top istəyirəm.